Leysandan zərər çəkənlərə şad xəbər. Milyonlar ayrıldı. Fəsadlar aradan qaldırılacaq. Reportun məlumatına görə bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sənəddə qeyd olunub ki, cari ilin mart-aprel ayları ərzində güclü leysan yağışları və yaranan sel suları Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində ciddi dağıntılara səbəb olub, kənd təsərrüfatına, infrastruktur obyektlərinə və yaşayış evlərinə ciddi ziyan vurub. Dəymiş zərərin fəsadlarının aradan qaldırılması istiqamətində görülən işlərin davamlılığının təmin edilməsi, habelə gələcəkdə analoji halların təkrarlanmaması üçün Prezidentin ehtiyat fondundan ümumilikdə 85 milyon 869 min 260 manat ayrılıb. Bu vəsaitdən Fövqəladə Hallar Nazirliyinə, Bakı şəhər İcra Hakimiyyətinə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə, Azərişıq Açıq Səhmdar Cəmiyyətinə vəsait ayrılacaq.